Only Lovers Left Alive, sadəcə sevgililər və yaxud da aşiqlər həyatda qalır vampir filmlərinin ən möhtəşəmlərindəndir. Burada isə yenə tamamilə fərqli, klassik vampirdən fərqli olaraq vampirlə görüşdə də məsələn bənzər vampir görmüşdük. Hansı ki orada iki fərqli vampir var idi. Tom Cruise-un canlandırdığı hedonik belə zövqləri olan vampir və onun qarşısında Brad Pitt. Bu filmdə isə iki sevgilini görürük. Və bunun digər vampirlərdən fərqi odur ki, bu filmdəki vampirlər çox intellektual, çox möhtəşəm zövqləri formalaşmış. Məsələn, ədəbiyyatla maraqları var, davamlı olaraq Ivy ədəbiyyat oxuyur, öz də saniyələr içərisində hətta kitabları bitirir və yaxud da ki, Adam həm rock musiqisi dinləyir, həm fəlsəfə ilə maraqlanır, həm ədəbiyyatla. Belə intellektual, zövqlü, bir növ aristokrat, həm də hər qanı içmirlər və yaxud da ki, bizim öyrəşdiyimiz kimi dişləyərək, boyundan dişləyərək qan içmirlər. Daha çox belə, hətta insanlardan belə almırlar qanı. Bunları danışacağım. İndi istəyirəm ki, lap başdan danışam, fikir dağılmasın. Deməli, bizim bildiyimizdən dediyim kimi tamamilə fərqli bir vampirlərdir. Vampirlərin adı Ivy və Adam. Bu bizim bildiyimiz, yəni bütün səmavi dinlərdə də olan yaradılış hekayəsindəki, İslamda da eyni ilə Adəm və Həvvanın adlarıdır. Bu əlbəttə ki, xüsusi düşünürəm ki, yəni təsadüfi seçilmiş bir ad deyil. Çünki bizim vampirlər filmdə çox uzun illərdir yaşayırlar. Məsələn, dialoqlarından anlayırıq ki, onlar Yəhudi soyqırımını şahidi olublar, onun haqqında danışırlar, dünya müharibəsini görüblər, müəyyən dövrdəki acılıqları, xəstəlikləri və yaxud da ki, vampir filmlərində, ədəbiyyatında da bu var ki, texniki yenilikləri, yəni modernləşməni, sənaye inqilabından sonraki o yenilikləri görürük. Tesla'dan, Nikola Tesla'dan məsəl üçün bəhs edilir. Xüsusi belə texnologiyaya, elmə maraqları olur. Özəlliklə Adam'ın. Çünki Eva daha çox oxumuyur, yəni ədəbiyyatla bağlı. Bunun da yəni səbəbi əlbəttə ki, bu vampirin həm intellektual olması, həm də ümumilikdə bu vampirlər ekzistensialist belə deyim, bu havası var. Çox belə monoton havası var. Filmin özü də monotondur. Çox sıxılırsan, çox ləng gedir. Və bütün bu monotonluğa qarşı, bu ölümsüzlüyə artıq onlar tənhalaşmış, yadlaşmış vampirlərdir. Artıq belə deyim, heç nədən zövq ala bilmirlər, onsuz da tək qalıblar və bunun öhdəsindən, o monotonluqdan sadəcə kitab oxuyaraq, ədəbiyyat oxuyaraq və yaxud da ki, fəlsəfə müzakirə eləyərək və yaxud da ki, musiqi, məsəl üçün, Adam dediyim kimi, musiqiçidir həm də. Və bu filmdə ən sevdiyim poetik vizuallığı var. Çox möhtəşəm vizual səhnələr var. Yəni, izləyəndə də zövq alırsan. Amma bunun daha önəmlisi, demək olar ki, hansısa filmdə bu qədər möhtəşəm musiqilər, bu qədər möhtəşəm soundtracklər başqa heç bir filmdə görməmişəm. Hədsiz dərəcədə möhtəşəm musiqiləri var filmin. Baş rolunda onsuz Tilda Swinton'dur. Yəni, Tilda Swinton'a olan heyranlığım bütün filmlərini demək olar ki, izləmişəm və bir aktyorluqdan əlavə olaraq da, özü də bir insan olaraq da çox fərqli, belə deyim, baxış tərzi olan, fərqli həyatı olan bir aktrisadır və rejissordan danışmaq istəyirəm bu arada. Tam ortada oldu, uğursuz oldu bu giriş, amma olsun. Jim Jarmusch adlanan rejissorun adı. Bu filmə baxandan sonra rejissora baxdım ki, digər hansı filmlərini izləmişəm. Deməli, ağ-qara şəkildə olan Johnny Depp'in, məsələn, Dead Man filmini izləmişmişəm, yəni yadıma düşdü. Bu, eyni rejissorun olduğunu bilmirdim. Sadəcə o filmdə də müzakirələrə səbəb filmdir, yəni çox vaxt bəyənilmir əsasən film. Orada da əslində belə yadlaşma, deyərdim ki, mövzusu, hansı ki, Johnny Depp gəlir, Nabidi olur, heç kim olur adı, gəlir işlə bağlı bir qəsəbəyə və orada bilinir ki, artıq vakansiya yoxdur, dolu deyil, dolubdur daha doğrusu.
və o gedəndə başqa bir qadınla birlikdə olur. Sən demə o qadın evliymiş, sevgisi var imiş. Həmin adam öldürmək istəyir, bunların arasında dava yaranır və Johnny Depp həmin adamı öldürür, daha sonra axtarışı. Yəni film belə gedir. Daha sonra bir də Kofe və Siqaret filmini. Bu film əslində bu filmdə yəni demək olar ki, bənzər sevirəm və bənzətdim yəni. Aşiqlər Həyatda Qalır filmi ilə həm görüntü olaraq, həm dialoqlara bol yer verilib. Bu mənada bənzətdim. Çünki Aşiqlər Həyatda Qalır filmində də çox möhtəşəm dialoqlar var. Çox-çox. Yəni hər səhnəsini belə saxlaya biləcəyimiz, hər səhnəsindəki olan dialoqlar, yəni başlı başına düşünürəm ki, çox əmək verilibdir bu dialoqlar və bir də o reallığın absurdluğunu əsasən bu rejissor susqunluqla məsəl üçün göstərir. Yəni susqunluq da eyni o dialoqlar qədər çoxdur. Çünki filmimizin özü də yəni çox uzun filmdir. Və Kofe və Siqaret niyə bənzətdim? Bu filmdə də 11 epizoddur, yəni davamlı olaraq kafelər daha doğrusu göstərilir və ya çayxana tipli yerlər və orada insanlar müxtəlif mövzularda müzakirələr aparır, hansı ki o müzakirələr, o dialoqlar filmi önəmli eləyir. Yəni burada da eyni Ivy və Adam davamlı olaraq fəlsəfədən, ədəbiyyatdan, musiqidən, yəni hər şeydən çox möhtəşəm zövqləri formalaşıbdır, IQ səviyyələri çox yüksəkdir, müzakirələr eləyirlər. Jim Jarmusch bu film üçün yəni 7 il gözləyibdir. Əslində belə baxanda filmin büdcəsi çox deyil, $700 büdcəsi var və amma bu film üçün belə çox uzun bir müddət gözləyibdir çəkimlər üçün. Çünki Hollywoodda tamamilə, yəni bizim öyrəndiyimiz Hollywood filmlərinin tək əksinə, yəni bir azlıq, kult film deyək də, yəni bir azlığa xitab edən filmdir. Və düşünürəm ki, əslində Tilda Swinton da yəqin ki, böyük məbləğ almayıb bu filmlə bağlı. Onu bir obraz olaraq da, yəni real aktrisalığından əlavə də araşdırdığım üçün düşünürəm ki, sırf sənət üçün, sənət üçündürmü, yoxsa pul üçündürmü? Yəni sırf sənət üçün bu filmə çəkildiyini əslində düşünürəm və çox da doğru qərar verilib. Vampir filmlər içərisində eyni ilə vampirlə görüş və yaxud da ki, Drakula qədər, ən az onlar qədər modern zamana uyğunlaşdırılmış, fərqli, yenə vampirləri fərqli bizə göstərən bir filmdir. Hansı ki, bu filmdə digər filmlərdən fərqli olaraq xaç detalı yoxdur və yaxud da ki, ayna yoxdur. Günəş işığı da əslində yoxdur, amma film boyunca yəni gündüzlər olmurlar. Gecələr gəzirlər və yaxud da ki, söhbətlər eləyirlər, əsasən qaranlıq ab-havadır. Amma dediyim kimi, yəni digər filmlərdə məsələn müzakirə olur, ən azından soruşur vampirdən ki, sizin xaçdan qorxmağınız, yəni və yaxud da ki, ayna detalı. Bu detallar yoxdur. Qan içmək məsələsi də sadəcə həyatda qalmaq üçün qan içirlər. Digər vampirlərdə bu daha çox şiddətə meyillilik, vəhşət və yaxud da ki, hedonik, yenə də deyirəm, vampirlə görüşlü Tom Cruise-da məsələn daha çox hedonik olur bu his, qan içmək. Amma bunlarda bir növ təbiətlərinə uyğun olduğu üçün, yəni qan içərək həyatda qaldıqları üçün bir növ məcburiyyətdir və yenə də bunu daha fərqli formada eləyirlər. Məsələn, xəstəxanalara gedib oradan qan alırlar və əsas özəlliyi də hər qanı içmirlər. Yəni saf qan axtarırlar. Saf qan deyəndə də nə nəzərdə tutulur əslində, o da maraqlıdır. Ola bilsin, burada irqçiliyə qədər belə gəlib çıxır da, yəni saf qan məsələsi ki, uşaq qanı içirlər. Yəni bu da düşündürür adam ki, saf qan nədir? Və yaxud da ki, belə bir şey də ağlıma gəlir. Filmin adı sadəcə Sevənlər, Aşiqlər Həyatda Qalır. Orada məsələn, hər qan içirlər deyə belə bir problemlər var ki, küçələrdə gəzəndə, qan axtaranda içə bilmirlər, yəni hər adamı öldürə bilmirlər. Orada sevgililər görürlər və düşünürlər ki, bunların qanını içə bilərlər. Burada əslində maraqlı bir gəldi ki mənə, nəyə görə məhz bunların sevgililərin qanı üzərində düşünür. Ola bilsin ki, adı məsəl üçün Adam və Eve adı, Adam və Həvva adı bu vampirlərin biz bilirik ki, yəni yaradılışa gedir çıxır. Dünya yaranından bu günə qədər
bu vampirlər mövcuddur. Dünya yaranandan bu günə qədər bu vampirlər insanlığın, dünyanın gedişatında hər anına şahid olublar. Yəni bu qədimliyini göstərmək üçün adlar seçilib böyük ehtimalla. Və onlar digər vampirlərdən fərqi odur ki, digər hər şey keçicidir, biticidir, amma sadəcə sevgi daima var olur və yaxud da ki, yaşadır. Belə də anlaya bilərik. Çünki onlar bir-birlərini sevdikləri üçün həyatda qalırlar və saf qan deyəndə də ola bilsin o cütlük bir-birlərini sevirlər deyə, o bir növ sevginin onları saflaşdırdığına mı simvol edilir? Yəni böyük ehtimalla xüsusi seçilmiş bir səhnə idi o. Onsuz belə təsadüfi səhnələr olmur onsuz da filmlərdə. Amma yəni dediyim kimi, buradakı saf qanı hər cür yoza bilərik. Yəni dediyim kimi irqçiliyə qədər belə gedib çıxır və yaxud da ki, uşaq qanuna qədər gedib çıxır. Və filmin ən özəl eləyən şey, sırf mənə görə yox, əslində cool film izləyənlər üçün bu film əsasən bir nömrəli musiqilərinə görə çox möhtəşəmdir. 2 poetik vizuallıq, hansı ki Jim Jarmusun digər filmlərində də yəni özəl kütləyə belə deyim, xitab eləmir və az büdcə ilə filmlər çəkir. O vizuallıq, poetik vizuallıq, hansı ki, yenə də deyirəm, böyük bir büdcəsi yoxdur filmin. Və üçüncü filmdəki dialoqlar. Yəni filmdə dialoqda o qədər hər musiqidən danışırlar, musiqini müzakirə eləyirlər. İnsanların bu gündə olmalarından məsələn şikayətlənirlər, bunu hiss eləyirik ki, artıq insanların daha çox hedonik olduqlarını, hedonik həzlərinin olmasını və kirləndiyini bir növ, yəni niyə hər qan içə bilmirlər, artıq kirlənibdir insanlar. Bu tənqidini də görürük və yaxud da ki, hətta maraqlı bir şey bunu gördüm, filmdə öz diqqətimi çəkməmişdi. Filmin analizinə baxanda gördüm ki, orada yığışıb gedən çamadan səhnəsində Evinin Elif Şafakın kitabı görüntülənir. Digər, məsələn, Edgar Allan Poe'nun da kitabı var və yaxud da ki, Dante'nin də kitabları var. Amma bu qəribə gəldi, yəni Elif Şafakın orada kitab olması. Kitabın hətta adını demişdilər, hansı ki, erməni, səhv eləmirəmsə, ermənilərlə bağlı. Yəni Elif Şafak əslində oxumamışam, aşk kitabını bilirəm, onu da belə oxumamışam. Elif Şafakın kitabı var orada, maraqlı detal olaraq. Daha sonra yəni o dialoqlar filmi özəl eləyən o ləng və çox dolu, yəni göndərmələr var daha sonra filmdə. Ədəbiyyata göndərmələr var, dediyim kimi. Və yaxud da digər filmlərə, məsələn, Nosferatu'ya, Drakula'ya da, digər vampir filmlərinə, digər filmlərə də göndərmələr var. Bunu rejissorlar əslində belə izləyici üçün, sırf kinomanlar üçün niyə az bir kütləyə xitab olunur? Çünki sırf kino zövqü formalaşmış insanlar orada yatılan o göndərmələri tuta bilirlər. Məsələn, sıradan o qədər də film marağı olmayan insanlar oradakı o göndərmələri belə deyim, anlaya bilmirlər. O şeyi, ya burada bu filmə göndərmə var deyib həzz duya bilmirlər, tutalım. Bir növ yəni izləyicinə puzzle oynayırmış kimi belə burada tap görüm nəyə göndərmə eləyirəm tipində. Yəni bu göndərmələri də əslində sevirəm. Belə çox filmdə adamın zəhləsi tökməyəcək tərzdədirsə əlbəttə. Daha sonra filmin sonluğu da belə açıq qalır. Çünki ölmürlər. Yəni ölüm yoxdursa əslində son yoxdur. Yəni bu insanlar gələcəyə. Bu arada Evinin bacısı gəlir sonlara yaxın filmdə. Bu da artıq bir qarmaqarışıqlığın olacağını, bir nəsə narahatlığı simvol edir deyə düşünürəm. Çünki Evinin bacısı bu iki vampirdən tam fərqli bir obrazdır. O da, yəni daha sonra onların da üçlü şəkildə dialoqları olur və o bu cütlükdən fərqli olaraq yenə hedonik bir həzləri olan vampirdir. Qan, belə deyim, saf qan filan axtarmır, yəni hər qanı içir. Hətta Evie də ona görə zəhərlənir. Burada Evie'nin əslində o qandan zəhərlənməsi də nəyə görə ola bilər deyə düşünürük. Yəni zamanla ayaqlaşa bilməməsi olaraq da dəyərləndirə bilərik. Amma bacısı, yəni dediyim kimi, belə seçimləri yoxdur. Çox səthi zövqləri var.
Və filmin sonlarında ölmürlər, ölüm səhnəsi yoxdur, amma ümumiyyətlə vampir filmlərdə yəni elə amma olurdu Drakulada öldürürdülər məsələn Drakulanı və anlayırıq ki, belə açıq qalırdı. Anlayırıq ki, növbəti zamanlar artıq gələcəyə doğru o vampirlər gedirlər. Ölüm səhnəsi olmadığı üçün açıq qalır. Belə düşünürəm ki, filmin yenə də deyirəm, özəl eləyən o dialoqları, Tilda Swintonun özəlliklə filmdə olması, yəni möhtəşəm. Rumkada bir növ belə qan içirlər, hansı ki, bu qanı da həyatda qalmaq üçün bir vəhşilik eləmirlər. Yəni bu da çox maraqlı əslində detaldır deyə düşünürəm. Çünki digər vampir filmlərində belə bir şey rastlamamışdım mən ki, həyatda qalmaq üçün başqasına bir öldürmürlər, vəhşilik eləmirlər. Gedib xəstəxanadan donorlardan alırlar bu qanları. Yenə də deyirəm, o qan da hər qan olmamalıdır, saf qan olmalıdır və onu belə içmə səhnələri belə, rumkada içmə səhnələri belə çox poetik şəkildə normalda vampirlərin qan içmə səhnələri necə olur? Şiddət, qorxu, belə iyrənc səhnələr olur normalda, amma burada daha çox estetik səhnələrdir, zövq alaraq o qanı içirlər. Hətta yəni o qədər səhnələrdə var idi ki, qan tapa bilmirlər, çünki kriteriyaları var, yəni hər qanı içmirlər və daha solğunlaşırlar, halsızlaşırlar, yəni qan tapılmalıdır, artıq içməlidirlər. Belə problemləri var, hansı ki, yenə də deyirəm, digər vampirlə görüşdə də məsəl üçün o da yeni bir vampir üslubuydu. Orada tutalım Tom Cruise hər qanı içirdi, amma digəri insan qanı cinayət eləmək istəmirdi, insan qanı içmirdi, amma gedib heyvanların qanını içirdi. Yəni bir növ iyrəncilik səhnəsi var idi burada da. Amma burada yəni o iyrəncilik yoxdur, o vəhşət, o qorxu, dəhşət yoxdur. Daha çox yəni vampirlərin də insanlar kimi varoluş sancısı çəkməsi, tənhalıq, monotonluq, yəni insanın ən böyük problemlərindən biri Sartre deyir, darıxmaqdır, insanın başına gəlirsə, yəni ən böyük faciə heç bir şeyin olmamasıdır, monotonluqdur. Burada da vampirlər də bizlər kimi, Sizif kimi belə deyim, varoluş, monotonluq yaşayırlar. O monotonluqdan özəlliklə qurtulmaq üçün necə həyatda qalırlar? Yenə də deyirəm, incəsənətlə, İvi görürük ki, kitablar oxuyur, çox böyük acılığı var kitablara, o monotonluqdan qurtulmağın bir növ göstəricisidir. Surətlə kitab oxuması isə vampirlərlə insanlar üçün zamanın fərqli işlədiyini göstərir deyə düşünürəm. Çünki çox bir saniyələr içərisində kitabı oxuyur, kitabları oxuyur və yaxud da ki, onun o kitablara, o yeniliyə, acılığını da simvolizə eləmiş olar. Çünki çox ədəbiyyatla çox böyük marağı var. Yadımda qalan bu filmlə bağlı hələ ki bunlardır və dediyim kimi, yəni kult bir filmdir. Vampir filmləri izləyənlər, ümumiyyətlə vampir ədəbiyyatına marağı olanlar böyük ehtimalla bu filmi izləyiblər. İzləməyiblərsə də mütləq ki izləsinlər. O möhtəşəm vizual görüntülər, musiqi seçimləri, hansı ki ayrıca YouTube-da belə mən yükləmişəm bu filmin soundtrackləri istifadə edilir. Ayrıca da dinləyə bilərik. Və o estetika çox möhtəşəm, ən yaxşı vampir filmlərindən biridir deyə düşünürəm. Çox orijinaldır bir də, yəni digər filmlərin uyarlanması deyil və yaxud da ki, onlardan tamamilə fərqli bir mövzuda işlənilibdir dediyim kimi. Elm, fəlsəfə, ədəbiyyat, musiqi, rəsm, hər şey var. Bu filmin içərisində hər şey var. Onların dialoqlarında biz bütün bunları bir növ yəni göndərmələr edilirmi deyim, ya və yaxud da xatırlatma edilirmi deyim. Yəni incəsənət zövqü olan, incəsənətdən həzz alan hər kəs üçün çox möhtəşəm bir filmdir deyə düşünürəm. Benim yorumlamam bu kadar.